Dedim, ged oxu, halal xoşun ol. Bəli, demişsiniz. Amma siz nə ediniz? Getdim, mahnının sözünü dəyişdim. Niyə dəyişirdin? Siz Olar yazmışsınız mı mən onu. söz deyim? Mahnının Bax, musiqisini mən götürür axırı- yazsan, İran musiqi. Zat demişəm, Pilus'da mənim adımı da oradan silirsən. Bu nə dərəcədə düzdür? Bu nə qədər insana qarşı olan hörmət. Siz məndən xahiş elədiniz. İsa bəy, Mən böyük məmnuniyyətlə dedim, ged oxu. Demədim mi ki, oxuma? Mən siz İcazə vermirəm. Bundan sonra nə deyirsiniz deyin, mən həyatı boyu nəsə demərəm. Çünki mən həqiqətən sizin mahnılarınızı da, nə bilim, sənətinizi də çox sevirəm. İstəyirsiniz məndən xoşunuz gəlsəniz də, gəlməsəniz də. Mən xoşa gəlməkdən getmirim. Mən demirəm ki, sizdən xoşum gəlir, gəlmir. Söhbət? Söhbət ondan gedir ki, sən musiqinin sözlərini Mahnını niyə çox dəyişirsən? bəyənmişdim. Çox bəyənmişdim. Amma mahnıya tam deyim, qulaq asmışdım. Qulaq asmamışdım. Mahnının nəqarətinə qulaq asmışdım da. Elə oradan da götürdüm, promo yığdım. Dedi ki, Mehriban, oxu, problem yoxdur. Mən sənə halallığını veririm. Sonra getdim, baxdım ki, mahnının da sözləri ad gününə aiddir. Bizim gün hansısa bir dürdanə adında, nə bilim, bir uşağın ad günüsünə aiddir. Gülnarə. Bizim aramızda elə söhbət olmuyor. Oxumadım. Nəqarətin elə götürdüm, olduğu kimi oldu, küfrətlərini dəyişdim. Dəyişdim və adını da yazdım ki, Tağı Salihoğlu. Yazılmamışdı. Yazılmıyor bu. Yazılmıyor. Harada yazmışdınız? Yazılmıyor. İran musiqisi sözləri bilmirəm kimin, aranjman kimin. Sözümü deyim də. Buyurun, gəlin o dinləyək. Özümdən demirəm ki mən. İsa, əgər cavabımsansa, xahiş edirəm, qoy sözümü deyim də. Buyurun. Və mən orada mahnını qeyd eləyəndə də yazdım ki, Tağı Salihoğlu, hətta musiqisinə qədər yazmışdım ki, Tağı Salihoğlu. Mən ölməmişəm, Nadir ölmüşəm. Mahnınızın adını, siz hansı adla oxumusunuz mahnını? Allah Allah'dır mahnının. Allah Allah. Elə siz danışın, buyurun. Mən YouTube'da indi baxacağım. Allah Allah. Demək, İsa bəy, sonra gördüm ki, mənə içəkdən, nədir onun adı, efirdə Samir bəyin verilişində gördüm, mənim haqqımda danışıblar. Mənə linklərini atdılar ki, bəs Mehriban gedib sözlərini dəyişib. Yenə də mən heç nə demədim. Mehriban xanım, mən sizin sözünüz, amma yarım milyon izlənib və Tağı müəllim düz deyir, yazılıb musiqi İran. Olarmı mən axıra qədər Mənim adım var orada. Adınız yoxdur. Amma haqlıdır kişi. Olarmı mən axıra qədər o sözü deyim? Bəli.